Əziz dəyərli qardaşlar, bugünkü mövzumuz, söhbətimiz ilahi mərifət haqqında, ilahi mərifətin yolları haqqında, Allah tanımanın yolları haqqında söhbət edəcək, onlardan biri haqqında söhbət edəcək. Allah tanımaq üçün Allah mütəal insana iki yol, iki istiqamət verib ki, insan bu vasitələrdən istifadə edərək Allaha olan mərifətini, tanımanı inkişaf elətdirə bilər və həqiqəti olduğu kimi əldə edə bilər. Allah tanıma iki yolda, biri əqli yolla, biri də insanın fitri yolu ilə mümkündür. Fitrət yolu ilə mümkündür. Əqli yolla insan düşüncəsi, istidlalı, dəlilləri ilə dünyada baş verəcək bütün hadisələrlə müqayisə edərək və ilahinin nizam-intizam qaydası, qüdrət və hikmət qaydasını əsas götürərək Allahın varlığının isbatı üçün əsas amillərdəndir. İkinci məsələ insanın yaradılışı fitrəti ilə əlaqədardır. Birinci haqqında çox geniş söhbətlər olunub. Ustad demək olar ki, bu silsilə şəklində təvhid mövzusunu bu mərhələ ilə davam elətdirir. Və bugün istərdim qısa şəkildə də olmuş olsa, insanın yaradılışı baxımından Allah tanımaq hissinin insan daxilində, insan yaradılışında olması haqqında ümumi məlumat verək. İnsan bir çox məsələlərdə, bir çox hisslərdə insan öz fitrəti ilə bərabər həmən o hisslər insanla birlikdə xəlq olunur. Məsələn, sevgi hissi, təşəkkür hissi və ilaxır bu cür nə? Yaxşılığa meyl hissi, əxlaq hissi, bütün bu hisslər insana xas olan xüsusiyyətlərdir. Bu heyvanlarda olmaz. Təşəkkür hissi heyvanda deyil, insanda olar. Yəni ki, kimsə ona yaxşılıq etmiş olsa, çalışar ki, onun müqabilində insani duyğusunu işə salaraq ona təşəkkür eləsin. Ya ona hər hansı bir vasitə ilə də olmuş olsa, ona əvəz olacaq şəkildə təşəkkürünü bildirsin. Və həmçinin də əxlaq hissi də bu insani duyğulardandır, bu insanla birlikdə yaradılır, xəlq olunur. Və ən üstün yaradılışda ən üstün hissi də insanın Allah tanımaq hissidir. Allah tanımaq hissi qıraqda axtarmış olsaq da, öz həqiqətimizdə isə bu hiss bizim öz daxilimizdə var. Bu bir fitri bir duyğudur. Bu bir fitrət deyiləndə də yaradılış mənasındadır. İnsan bu yaradılışda, bu ölçüdə, bu biçimdə yaradılıb. Ki, Allah tanımaq hissi insanın öz daxilindədir. Axtarsa, tapsa, bütün o xarakter və xüsusiyyətlər ki var, Allaha qarşı olunan itaət hissi və ona tapınma hissi, bütün hisslərlə bərabər insanla nə olub? Xəlq olunub. Buna misal olaraq İmam Sadiq əleyhissalamın hədisini misal gətirmək olar, məşhur hədisdir. Buyurur ki, İmam Sadiq əleyhissalam soruşuldu. Su'ilə Mevlana Sadiq anillah. İmam Sadiq əleyhissalam Allah haqqında soruşuldu, Allah tanımaq haqqında soruşuldu. Gəldi ki, İmam əleyhissalam, mənə Allahı tanıtdır. İmam Sadiq əleyhissalam ona dəlil gətirmədi. Yaradılış aləmindən bir misal çəkmədi. Ona istidlal yolunu təqdim etmədi. Ona birbaşa öz içərisindəki olan
hissini yadına saldı. Və imam ona buyurdu, Ya Əba Abdullah, həl rəkibtə səfinətə qat? Buyurdu ki, ey Allahın qulu, sən günlərin bir günündə gəmiyə mindinmi? Yadıma düşür, bir gün sən gəmiyə minib səfər etdin, o günü xatırla. İmam təbii ki, onların hallarından, hansı yeri getdiklərindən müəyyən qədəricə xəbərdar idi və onun yadına salırdı ki, sən bir gün səfər etdin, yadıma düşür. Dedi, bəli, ey imam, bir gün mən səfər etdim gəmi ilə. Buyurur, fəhəl kusirə bikə haysu la səfinətə tuncik və la sibahə tuğnik. Deyir ki, sizin gəminiz qərb olmağa başladı, bir ziyan gördü və başladı batmağa. Və batandan sonra bir gəmi olmadı ki, səni nicat versin və bir gücü yox idi ki, səni bu qərqdən, bu bataqlıqdan neynəsin? Xilas eləsin. Əlün hər şeydən üzülüb. Gəl bir bunu özümüz öz nəzərimizdə bir canlandıraq. Təbii ki, bu söz idi, imam buyurub, bizim bir növ halımızı öz yadımıza salır. Çimərlikdə bir çoxlarımız olmuşuq, ya basenda, ya dənizdə. Ola bilər ki, bu halı yaşayanlar olub, bir insan batmaq halı ilə üzləşə. Mən soruşmuşam bu batmaq halı ilə üzləşən insanlardan, düzdür özüm o halı görməmişəm. Amma buyurur ki, sanki yanında balaca bir çöp olmuş olsa, əl atırsan ki, bəlkə sən o xilas eləyə. Yəni, heç kəs yoxdur yanında. Batırsan, tək qalmısan dəryanın ortasında. İstəsən oradan çıxmağa hər bir vasitəni axtarırsan ki, səni oradan neynəsin? Xilas eləsin. Ümid, yəni, itmir insandır. Daha da ümidlənir insan. İnsanın ümidi daha da artır. Daha da öz içərisində hər hansı bir şeydən onu xilas etmə inamı onun içərisində nə olur? Yetişir. Ta o vaxta qədər ki, boğuldu, ondan sonra ümid kesilir. Hələ ki, ölməyib ümidi kesilmir. Çünki əl-qol atmağı buna işarədir. İmam da buyurur ki, sən həmən o gəmidə batırdın, yadına düşür, dedi, bəli, batırdın. Deyir, orada bütün ümidlərin hər yerdən kesildi ya. Xatırlayırsan, dedi, bəli. Gəmi yox yanımda, adam yoxdur mənim xilas eləsin. Üzə bilən bir adam yoxdur ki, məni xilas eləsin. Hamısı da qərib olub, bir dənə sən qalmısan. Dedi, bəli, imam, bu halı mən yaşamışam. Deyir, fəhəl təallaqa qalbuka hunaka enne şey'en minəl əşya qadirun alə ən yuxallisəkə. Deyir, orada sənin içərində belə bir his yarandı mı ki, bir qadir bir varlıq var ki, səni bu işdən xilas eləyəcək. İçində bu yarandı, bu his yarandı səndə. Ümidin o hissə meyl elədi, içində o tamamilə açıldı. Min vartatikə, səni bu sıxıntıdan xilas eləsin. Dedi, bəli, qalə bəla. Fəzəlikə şey huvəl qadiru aləl inca hinə la munci. Deyib, o əmən, o qadir Allahdır ki, heç bir yerdə sənə nicat verməyəndə o peyda olar. Və aləl iğasəti hinə la muğisələ. O yerdə ki, sənə kömək olmadıqda o sənin köməyinə gələr. Bu həmən sənin içərində olan Allah etiqadı, Allaha inan bax o idi. Onu yadına salır və onu xatırladır və itməyinlə tapır. Burada imam bizə nə başa salmaq istəyir? Nəyi nəzərimizə çatdırmaq istəyir? İmam buyurur ki, insan zatən, insan varlığı ilə Allah tanımaq hissindədir. Allah tanımaq dinindədir. Sadəcə olaraq, həmən o hissin üzərini müxtəlif pərdələr örtüb.
O pərdələr həm nurdandır, həm də zülmətdəndir. Həmən o zülmət pərdələri insanın dünya sevgisi, insanın özünə olan təkəbbürlüyü, ehtiyatsızlığı, insanda bir varlıqdır ki, elə bir həddə çatır, işi, gücü, hər bir şeyi nə edir? Təkəbbürlü eləyir, özünü ғəni bilir, imkanlı bilir. Nə qədər ki, varlığı var, başı yerində, bədəni yerində, qolu yerində, ayaqları yerində dura bilir, özünü ғəni bilir, imkanlı bilir, varlı bilir, zəngin bilir. Çünki özü durur axı ayaq üstə. Elə bilir özü durur ha. Bu özü bir dənə pərdədir. Həmən o həqiqətin üzərini örtüb. Dəlillər var hamısı Quran-ı Kərimdə və Əhl-i Beyt əleyhissalamların sözlərində. Dünyarı hərislik və olunan günahlar pərdədir insanla həmən o fitri duyğu ilə Allah tanımaq hissi ilə özü arasında. Və ilaxır. Bir çox maniyələr var ki, həmən maniyələr imkan vermir ki, həqiqi ilahi mərifət üzə çıxsın. Cəhalət də özü nədir? Bir pərdədir. Həmən cahilliyi aradan aparıb, o fitri duyğuları arıdıb, təmizləyib, paklayıb, həqiqəti üzə çıxarmaq və həqiqi Allah tanımaq da odur. Allah onu istəyir ki, onu düzəldib çıxardasan. Quran-ı Kərimdə Rum surəsinin 30-cu ayəsində məşhur ayədir. Fəəqim vəçəkə lid-dini hanifən fitrətəllahi'l-ləti fətərən-nâsə aleyhə. Buyurur ki, üzünüzü tək Allahlıq dininə tutunuz. Hansı ki, siz bu ölçüdə, bu fitrətdə, bu xilqətdə yaradılmışsınız. Nurdan olan pərdələrdə, məsələn, elm ola bilir ki, insan üçün pərdə olsun, öyrənsin, bilsin, olsun, özünü. Həmən Allahla bəndə arasında pərdə ola bilir. Namaz insanla Allah arasında pərdə ola bilir. Oruc insanla Allah arasında pərdə ola bilir. Gözəl əməllər riyanla olsa nə olar? Pərdə olacaq. Özüm üçün olsa nə olacaq? Pərdə olacaq. Bütün bunlar hamısı zikr olunub, xatırladılıb. İnsan çalışmalıdır bu hissləri aradan aparsın. İnsanın həqiqətinin üzə çıxarılması tələb olunan bir şeydir, arzu olunan bir şeydir. O qədər dəyərlər insanda bu hisslərin içərisində yatıb ki, ən böyük Allah tanımaq hissi, bu kiçik bir məsələ deyil. İnsanın bütün varlığını değişən, bütün aləmini nura qərq eləyən, insanı tamamilə yüksək məqamlara addımlamaqda bilavasitə düşüncə və etiqadı bir əməl olaraq qəbul olunur. Bunlarda gərək insan diqqətli ola. Məsələn, Quran-ı Kərimdə dəfələrlə zikr olunub. Buyurur ki, İnnəl insənə ləyatğa. İnsan üsyankardır. İnsan Rəbbinə qarşı nə edir? Üsyan edir. O üsyan eləmək elə bilirsiniz ki, insan əgər mərifəti olsa asandır, üsyan etmək. Əgər bilsən ki, səni Allahın görür, səni Allahın eşidir, Allah səni bütün hər bir halı ilə bilir, sən o günah eləyərsən, xeyr eləməzsən. Və deyir, niyə insan bu günaha mübtəla olur? Niyə Allahına qarşı üsyan eləyir? Tuğyan, yəni üsyan eləyir. Niyə bu həddə insan gəlib çatır? Niyə? Səbəb nədir? Ər-rəahu istəğna. Özünü ғəni bilməyindən, özünü ehtiyatsız bilməyindən, özünü imkansız bilməyindən. Burada imam gör nə buyurur? Deyir ki, sən o ki dəryanın ortasında bütün hər bir şey əlindən çıxdı, düzdür, dəryanın ortasındasan da. Bir nəfər yoxdur ki, səni xilas eləsin. Pulun, paron hamısı qalıb seyfdə. Maşınların qarajlarda, evlərin cürəbəcürə. Qalmısan dəryada. Gəlsin, xilas eləsin səni. Nə olur? Xatırladır sənə.
Allah bunları nemət olaraq insanı xatırladır, yadına salır. Bax, elə ki o vəziyyətə düşdün, ay Allah, deyə muxlisinə ləhuddin, Quran ayəsidir ki, onlar dəryada batdıqları zaman ixlaslı şəkildə, səmimi şəkildə, o tələb olunan ixlaslı şəkildə Allahı üst tutarlar. Eşitmişsiniz də Quran ayəsi. Deyə onlar qərq olunanda Allahı xalisanə dua eləyirlər, çağırırlar, yardım istəyirlər. Elə ki biz onları xilas eləyib çıxardırıq dəryanın kənarına, ayaqları torpaq görəndən sonra elə bir gün o adamlar deyirlər, yaddan çıxdı hər şey. Bizdə də o cür nədir də, həyatımızda, çətinliyi olanda, müşkülümüz olanda Allah yadımıza düşür. Amma hər şey əla olanda, hər şey öz qaydasında olanda, heç vaxt Allah, yaxşılar mərifət əhlindən başqa, yaxşılıq da görəndə Allahdan bilər. Çətinliyi də görəndə neymət olaraq Allahdan bilər. Asan günlərimizdə də gərək nə olaq? Diqqətli olaq. Öz ehtiyacımızı yadımıza salaq. Öz ehtiyaclarımızı xatırlayaq. Bu mərifətimizi özümüzdə, həqiqətimizi özümüzdə yetişdirək ki, biz bax, bu cürünə bir şəxslərik, ehtiyaclı varlıqlarıq. Bütün varlığımızla biz Allaha möhtacıq. Bugün əgər mənim varsa, sabah o əlimdən alınacaq. Bugün sağamsa, sabah öləcəyəm. Bugün hansısa bir ruzunu əldə edə bilirəmsə, sabahları öləndən sonra o ruzunu qəbul edə bilməyəcəm. Yəni, bütün bu ehtiyaclarını anlasan, dərk eləsən və özünü ehtiyaclı bilsən, bir çox pərdələrdən, bir çox maniyələrdən təcrid olunarsan və sonda həmən o dəryanın içindəki kimi adi halvı hiss eləməlisən. Adi halvı bu cürünə hiss eləsən, ilahi mərifət üzə çıxacaq. Əslində, Allah bizi bu cürünə bir həyat tərzi ilə üzləşdirir. Bir də görürsən ki, insan hər bir şeydən bezir. Heç nə köməyi və dadığa yetişmir. Nə maşın, nə ev, nə eşik, nə dost, nə tanış, nə ailə, nə ana, nə ata bu hissini doyuzdura bilmir. Həmən o hissi, ehtiyac hissidir. Həmən anda Allaha üz tutdun, o işıq içərdə daha da ucalacaq, ərşə dirənəcək və həqiqi yolda istiqamət tapa biləcəksən. Bir hədisi də xatırlayım inşallah, sözümü yekunlaşdırım və həris dünyaya həris olmaqlıq haqqında da İmam Baqir əleyhissalamdan hədis gətirəcəyəm. Bu, atalar sözlərində daha çox istifadə olunur, amma İmam bir daha burada xüsusi olaraq diqqət edir, buyurur ki, Qal İmam Baqir əleyhissalam, məsəlul həris aləd-dünya kəməsələ dudətul qəzzə. Deyir, dünyaya olan hərislik barama qurdunun vəziyyətinə oxşayar onun vəziyyəti. Barama qurdu özü qidalandıqca özünü enləyər, sarıyar. Özünü iplə sarıyar, özü üçün yuva düzəltmiş kimi. Və sonda bağlayar, hər tərəfi bağlanandan sonra məhv olar, içəridə ölər. Deyir, o şəxslərə bənzəyir. Kulləmə izdədət alə nəfsihə ləffən. Elə ki, insan həmən o nəfsi istəklərdə hərisliyə qapıldıqca özünü, öz nəfsini nə eləmiş olar? Sarıyar, örtər, bağlayar. Bağlayar və sonda nə olar? Ləffən kənə əb'əd ləhə minəl xuruc. Və sonda onun oradan çıxması çətinləşər. O qədər nəfsi istəklərə həris olar ki, dünyaya həris olar ki, hərisliyi artdıqca onun nəfsinin üstü bağlanar. Artdıqca onun nəfsinin üstü bağlanar, sonda ondan qurtulmaq onun üçün çətin olar. Həttə təmutu qəmmən və sonda da qəmli şəkildə ölər. Çox gözəl ifadə buyurur. Qəmlə ölər. Qəm onu öldürər. Həmən o içərisindəki olan onun qəmi onu məhv eləyib aradan aparar.
Əslində bu onun təzahürüdür ki, insan həqiqəti dərk eləmədən ölər. İnsan ki, həqiqətə aşiqdir içərisində, eşqi var, haqqa eşqi var, meyli var, məhəbbəti var. Bax, bu cürlə insanın dünyaya hərisliyi və insanın dünyaya olan bağlılığı və səbəb olur ki, nə olsun? İnsan öz nəfsi istəklərinə olan hərisliyi onun həqiqətlərinin, insan həqiqətinin üstünü örtsün və sonda dünyadan qəmli şəkildə, Allaha üsyan edən şəkildə, Allaha qarşı çıxan şəkildə dünyasını dəyişər. O qəlbi də Allah qəbul etməz. Allah bizləri hidayət olunmuş şəxslərdən qərar versin. Allah bizləri həqiqi fitrətinin üzə çıxanlardan Allaha olan etiqadının daha da yüksəlməsində Allah bizləri müvəffəq eləsin. Allah bizləri Quran əhlindən qərar versin, Quran oxuyanlardan qərar versin, əhl-i beyt tərəfdarlarından, xidmətçilərindən qərar versin.